Müğənni Xatirə İslam anasının illər əvvəl etdiyi maraqlı əhdini açıqlayıb. Sferas xəbər verir ki, sənətçi bu barədə gün ortası verilişində qonaq olarkən danışıb. Xatirə bildirib ki, onların ailəsində keçirilən bütün toy mərasimlərini eyni aparıcı, tanınmış müğənni Rüfət Axundov idarə edir. Müğənninin sözlərinə görə bu seçim təsadüfi deyil və bunun arxasında anasının verdiyi bir söz dayanır. Xatirə İslam deyib ki, bacısının toyunu, öz nişanını və toy mərasimini, eləcə də qardaşının toyunu məhz Rüfət Axundov aparıb. Anası o vaxt belə bir əhd etdiyini bildirib. Anam demişdi ki, əhd edirəm, bütün uşaqlarımın toyunu Rüfət aparacaq. Bu, bizim ailə üçün artıq bir ənənəyə çevrilib. Gələcəkdə oğlum evlənəndə də onun toyunu yenə Rüfət Axundov aparacaq. Müğənni həmçinin vurğulayıb ki, onlar Rüfət Axundovla dost münasibətində olsalar da, toy aparıcılığı məsələsində hər kəs kimi normal qaydada qonorar da ödəyirlər. Özü də müştəri kimi, hamı necədirsə biz də eləyik. Heç bir güzəşt yoxdur. Xatirə İslam bu açıqlaması ilə həm ailə dəyərlərinə bağlılığını, həm də uzun illərdir formalaşmış ənənələrə hörmət etdiyini nümayiş etdirib.